Keçən il bu turşu üstündə dava idi. Gəlin bol-bol hazırlayaq. Sağ olsun, bir nəfər bu dəfə gedib əsl istədiyim kimi bərk turşulu gavallar alıb. Üzərindəki dumanı tam təmizləmək üçün sirkə və sodadan istifadə etdim. Reyhanla cəfərini də sirkəli suda isladan zaman görürəm ki, nanəni unutmuşam. Həyətə enib nanə toplayıram. Nanələrim artıq 3-cü biçimdən sonra çox xırda çıxmağa başlayıb, amma yenə də qəşəngdirlər. Mənə lazım olan qədərini toplayıb onları da isladıram. Sonra isə sarımsaqları təmizləyirəm. Gavalları da yuduqdan sonra sıra gəlir bankaları steril etməyə. Onu da qeyd etmək istəyirəm ki, seçmənin alma sirkəsini nəinki bu kimi işlərdə, salatlarda və soslarda istifadə edə bilərsiniz. Suyu gedən gavalların tumunu çıxardıqdan sonra göyərtiləri və sarımsaqları xırda-xırda doğrayıb qarışdırıram. Bir-bir içlərini doldurduqdan sonra gavalları əzmədən bankaların içərisinə yığıram. İndi isə sıra gəldi son mərhələyə. Seçmənin üzüm sirkəsinin üzərinə yodsuz duz və şəkər tozu əlavə edib yaxşıca qarışdırıb bankaya tökürəm. Dolana qədər də qaynamış sərin su və salam ağzını möhkəmcə bağlayıb sərin yerdə saxlayıram.